Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Təşəkkür edirəm vaxtlarınızı gəldiyiniz üçün. Bugünkü tədbirimizin mövzusu Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə optimist sosial problemlərin həllinə yardım ictimai birliyin təşkilatçılığı ilə şəhid və müharibə iştirakçıları arasında sahibkarlıq mövzusunda təlimlərin keçirilməsidir. Biz bu təlimlərimizə iyun 11-dən start vermişik. Nəhayət ki, bugün sentyabr ayının 10-udur, axırıncı tədbirimizdir və sabah da gözəl bir təqdimatımız olacaq. Sonuncu, hər birinizə təşəkkür edirəm və tədbirdə aktiv olmağı və lazım suallarınızı təlimçiyə bilmənizi xahiş edirəm. Buyurun, Tanrı, tədbirimizi istəyirsiniz bir dövlət mündin almışlar, eləmi? Əvvəlcə müstəqilliyimiz və ərazi bölgümüz uğrunda şəhidlərimizin əziz xatirəsini bir dəqiqə şükür edirik. Ardınca dövlətimiz səslənsin. Allah şəhidlərimizə rəhmət edilsin. Çox sağ olun. Asla səslə də oxusanız, himnimizi oxuduğunuza görə hər birinizə təşəkkürümüzü bildirirəm. Həqiqətən də himnimizin sözlərindən də görürsünüz ki, bu himn gənclər üçün bəstələnmişdir. Bu himn şəhidlərimiz bəstələnmişdir. Və bunu əvvəlki təlimlərimizdə də mən qeyd edirəm ki, bugünkü gəncliyimizin himnimizi daha uzadan oxuması üçün onun daha çox buna mənəvi psixoloji cəhətdən haqlı çatdırır. Artıq şəhidlərimizin qan bahasına, həyatı bahasına üç rəqli bayrağımız Azərbaycan 86,6 km/kilometrlik demək olar ki, bütün ərazisində dağlanır. Baxmayaraq ki, bizim üç anklav ərazilər söhbət Naxçıvan Kərki istiqamətində və bir də Qazaxla Ermənistan arasında iki anklav ərazidə üç kəndimiz hələ də düşmən işğal altındadır. Amma mən hesab edirəm ki, bugün Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqları belə əminliklə söyləməyə əsas verir ki, bizə qısa bir zamandan sonra həmən ərazilərdə Azərbaycanın üç rəqli bayrağı dalğalanacaqdır. Çünki artıq demək olar ki, vacib olan məsələ odur ki, Azərbaycan həm 4 günlük vətən müharibəsində, həm də 23-cü ildəki 23 saat çəkən antiterror tədbirlərindən düşməni Azərbaycanın istədiyi şəklər daxilində işbirliyinə, sülhə vadar edildi və sülhə razılaşdırdı.
Bugün Habil müəllimlə qeyd elədiyi kimi bizim şəhid ailələri və müharibə iştirakçıları üçün nəzərdə tutulan Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihəmizin 7-ci təlimidir və mən 1-ci təlimdən dövlətdə təlimin proqramını sizin nəzərinizə çatdıranda bildirmişdim ki, bu mövzular bir-birindən elə bir əlaqəlidir ki, elə o dərəcədə cilalıdır ki, biz hər bir mövzunu ayrıca, geniş izah edərkən, eyni zamanda bütün keçdiklərimizdə və növbəti dərslərdə keçəcəyimiz mövzulara toxunmalıyıq. Çünki əks təqdirdə mövzu yarımçıq qala bilər və o yarımçılıqda sizdə daha düzgün anlaşılmaqda problem yaradır. Bugün mən deyərdim ki, bizim 7-ci təlimimiz əslində 8 təlimli mövzunun sonuncusu hesab ola bilər. Sabah növbəti sonuncu təlimimizdə biz daha çox sizin biznes ideyalarınızı, hansı ki biz təlimlərin birində Səidə xanımla Fatma xanımın ideyasının bir təqdimatını da keçirdik. Çox yaxşılanmışdır, amma təəssüflər olsun ki, digərləri fikirlərini müzakirə eləsələr də, amma elə bir təqdimatla çıxış eləmədilər. Bugünkü təlimimiz həm də məntiqi baxımından, ardıcılığı baxımından, ona görə sonuncu təlim adlandırır ki, bizim hədəf auditoriya kimlərdir? Şəhid ailəsi və müharibə iştirakçısı olan insanlar. Bir var, kiminsə, belə deyək də, atadan qalmaq pullarını və ya gedir, lotariyası düşür, yaxşı cekota, o pulla mı və ya başqa bir formada üçüncü yolla pul əldə edir, biznes qurmaq istəyir. Bir də var, bizim dövlətin müəyyənləşdirdiyi şəhid ailələri üçün, müharibə iştirakçıları üçün ki, dövlətin siyasəti ki var, onların məşğulluğunun təmin olunması ilə bağlı. Bu kateqoriyada olan insanların sahibkarlıq fəaliyyətinə başlanmasının A-dan Z-yə qədər olan Z-si bizim bugünkü müzakirə mövzumuzdur. Söhbət nədən gedir? Sahibkarlıq fəaliyyətinə başlayan yeni kiçik və orta sahibkarlar üçün dövlətin dəstəyi və qrant proqramları. Dövlət dəstəyi və dövlətin maliyyə dəstəyi ilə qrant proqramları dedikdə, bugün Azərbaycanda bu fəaliyyəti dəstəkləyən dövlətin bir neçə vacib qurumları var ki, bunlardan biri adında da elə kiçik və orta sahibkarlığın inkişafı agentliyi olan KOBİA'dır ki, KOBİA kiçik sahibkarları, kiçik və orta sahibkarları həm startup ideyalarını qrant formasında dəstəkləyir, həm də onlar üçün təlimlərin keçirilməsinə, onlara öz fəaliyyətlərinin ilkin mərhələdə təşkil olunmasına dəstək verməklə həyata keçirilir və bir də digər birbaşa maliyyə dəstəyi verən fond isə Azərbaycanda sahibkarlığın inkişafına yardım fondudur ki, bu fondun maliyyəsi Azərbaycanda fəaliyyət göstərən mövcud banklar vasitəsilə, yəni biz birbaşa gedib fonda müraciət edib oradan pul ala bilmirik. Amma biz hazırladığımız kiçik və orta sahibkarlıq fəaliyyəti üçün olan biznes planımızı yaxınlaşırıq istənilən bir bankin filialına. Buyurun. Yəni biraz ola bilər müzakirələrlə bağlıdır. Biznes planla yaxınlaşırıq istənilən bir bankin filialına və bildirilir ki, biz dövlətin kiçik və orta sahibkarlar üçün müəyyənləşdirdiyi güzəştli sahibkarlıq istifadə edilməkdir və onlar bizim biznes planla tanış olur. Bu nə dərəcədə fondun müəyyənləşdirdiyi kriteriyalara uyğundurmu, uyğun deyil. Bütün bu prosedurları keçdikdən sonra həmən sahibkarlıq fondunun maliyyə dəstəyindən kiçik və orta sahibkarlar istifadə edə bilir. Amma yenə deyirəm, bu bizim mövzunun sonu olmağına yanaşı, istəyirəm ki, mən yenidən əvvələ qayıram, sahibkarlıq fəaliyyəti ilə bağlı. Hüseyin, sahibkarlıq fəaliyyətinə başlamaq nələr tələb olunurdu? 5 plus qayda var idi. Hansılardır? Plan idi. Nə idi? Birincisi plan, yəni ki... Nə idi? Plan, yəni ki... Plan idi ondan. Qorazalması üçün. İdeya. Eşk olsun. İdeya idi. Plan deyə şey demədik. Şimdi planı sonra dersən də, onu görə. İdeya,
daha sonra məkan, Saydı, gülə geçiyormuzu peşine düzləyə biləsin. İdeya, kollektiv, ondan sonra ona komanda deyirik, kollektiv deyirik. komanda, daha sonra məkan, avadanlıq, bütçə. Bu Aferin, düzü. çok güzel qeyd edelim. Bak, ideyanın varlığı bize sonradan nəyin yaranmasını gətirir, çıxarır. Yəni, qarşımıza bir məqsəd qoyulur ki... Yox, ideya məqsəd bu aydındır. Yəni, sırf biznesə başlamaqdan mütəlik, o ideya sorun çevirib nə olmalıdır? Gerçi, real. Biznes plan. Artıq bizim ideyamız var. Biz o ideyadan yola çıxırıq, özümüzün biznes planımızı hazırlayırıq. Yenə deyirəm, bizim timsalımıza da biz sabahların adını çəkdiyim dövlət qurumlarının istənilən birine yaxınlaşıb düzəlşir kredilər götürmək istəyirik ki, istənilən fəaliyyət sahəsində. Bir də istənilən Fatma xanım siz qeyd edirsiniz ki, əsasən sahibkarlıq fəaliyyəti iqtisadiyyatın hansı sahələri var ki, bu vatandaşlarda? Sənaye, kənd təsərrüfatı, ticarət və xidmət. Yəni, biz istənilən bir biznesimizi sizin şəxsən təqdimatınızda bu sırf xidmət deyil. Ticarət və xidmət, onların olan. Yaxınlaşırıq bank bizdən ideyamızı bəyənir, bu işi kimə görəsəm, Hüseyinə görəcəm, çox gözəl. Harada görəsəm, sabunsuda görəcəm. Sabunsun harasında bunlar sadalırsan gibi. Hər dəfə sizə bu sual verilməməkdən ötəri, siz bütün bu sualları özündə etibar edən biznes plan hazırlayıb, təqdim edirsiniz banka, investora. Və o artıq sizin həm konkret vaxt çərçivəsində alacağınız pulu nəyə xərcləyəcəyinizi də görür. Hansı müddətdən sonra sizin müəssisənizin istər sənaye məhsulu istehsal olsun, istər kənd təsərrüfatı məhsulu istehsal olsun, istər ticarət və ya xidmətdə gəlirə nə zamandan başlayacağı və gəlir hansı templə rentabillə olacağını həmən biznes planın özündə əks olunmalıdır ki, sizin müraciət etdiyiniz banklar sizə o kreditə ayırsın. Sahibkarlıq fəaliyyətdən başlamaqdan ötəri hansı prosedurlardan keçirdik biz? Hara müraciət edirdik? Bankaya. Sahibkarlıq fəaliyyətə başlamaq üçün banka müraciət edirdik. Mali olsun deyə. Yox, biz bax, bugün ideyanız var sizin. Amma istəyirsiniz ki, bu ideyanızı gerçəkləşdirməkdən ötəri, bankaya gedib müraciət edə bilməkdən ötəri, siz rəsmən sahibkarlıq fəaliyyətinə başlamalısınız. O sahibkarlıq fəaliyyətinə başlamalısınız. Harada verilədən kesilir? Yox, dövlət Bəli də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətinə ya onlayn qaydada qeydiyyatdan keçirir, ya da... Sima ilə keçmək olur deyəsən ki? Bəli, Sima da, asan imzalı, yəni bunlarla keçmək olur. Ya qeyd edildiyim kimi, onlayn qaydada qeydiyyatdan keçə bilirik, ya da yaxınlaşırıq verginin, vergi ödəyicilərdən xidmət bölmələri var ki, həm baş şəhərində, həm də regionlarda. Burada şəxsiyyətimizi təsdiq edən sənədlə yaxınlaşırıq. Əgər bir də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötəri hansı formalar var? 3 forma idi buraya. Hansı? Ticarət. Yox. 2 forma var. Hüquqi şəxs yaratmadan və hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirik. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti, yəni fiziki şəxs olaraq biz qeyd edildiyim kimi şəxsiyyət vəsiləmizlə yaxınlaşırıq bankin filialına və ya da onlayn qaydada müraciət edirik. Orada hüquqi şəxs yaratmadan istənilən bir fəaliyyət kodunu seçirik. Hər bir fəaliyyətin özünün Azərbaycan Respublikasında, ümumiyyətlə dünyada və o cümlədən bizim ölkəmizdə də hər bir biznes fəaliyyətinin özünün vergidə və aidiyyatı digər qurumlarda da kodları olur. Yəni 6, 9, 11 müxtəlif rəqəmlər olur ki, o rəqəmlərin yazılışı, açılışda məlum olur ki, mən məsəl üçün deyirəm, 56, 31, 44. Bu rəqəm sən demə nəqliyyat xidməti ilə məşğul olan sahibkarlıq fəaliyyəti üçündür. Yəni 11, 57, 85 bu gözəllik salonu açmaq üçün olan fəaliyyət kodudur və sair və ilaxır. Bax, bu kodu aldıqdan sonra
biz artıq oluruq fiziki şəxs kimi vergi ödəyicisi və ondan sonra da planlaşdırdığımız yerdə, planlaşdırdığımız fəaliyyətdən başlayırıq və istəyirik ki, bizim bundan sonra üçüncü tələb olunur, amma əvvəllər daha praktikada bundan az istifadə olunur, amma indi istəyir hüquqi şəxs üçün bu mütləqdir, amma fiziki şəxslərin olması daha çox zərurətə çevrilirdir. Böyünə olduqdan sonra fiziki şəxs sahibkar kimi gedib istənilən bir bankda özünün həm də bank hesabını açır. Bu bank hesabının açılması iki səbəbdən onun üçün vacibdir. Birincisi, indi demək olar ki, ölkəmizdə nağdılaşdırma aparılmadan xidmətlərin çoxu verilir. Yəni, bu daha çox köçürmə ilə olur. İkincisi, əgər siz istənilən bir bankdan kredi götürmək istəyirsinizsə, əvvəllər olubdur ki, gedirdim banka, istənilən bir məbləği bankdan götürəndə, bank onu elə pul şəklində təqdim edirdi. İndi o hesaba köçürülür. Sən yenə deyirəm, bir var biz gedirik bankdan, şəxsi istehlak üçün kredi götürürük. Bu ayrı bir şeydir. Ondan artıq pul kimi götürə bilirik. Bir də var sahibkarlıq fəaliyyəti üçün. Sahibkarlıq fəaliyyəti üçün olan kreditlər sahibkarlıq subyektinin bank hesabına köçürülür. Və bundan sonra artıq onun lüblük fəaliyyətləri olur, vergi hesabatları, DSMP hesabatları bu qaydada gedir. Və bir də hüquqi şəxs yaratmaqla. Bugün ölkəmizdə sahibkarlıq fəaliyyətinin hüquqi şəxs yaradaraq iştirakı forması daha çox MMC-lər formasında mövcuddur və sonradan MMC-lərin birləşmiş forması olan sahibkarlıq subyekti artıq bunlar gedir o deyirlər. Yəni şirkətlərin birləşməsindən yaranan daha iri şirkətlər birliyi. Biz öz məhsulumuzu, belə deyək də, rəqabətə qabiliyyətli olması üçün hansı prosesləri izləyirik? Bir işlə... Marketinqlə məşğul ondan yenidir ki? Məsələn, fərqli marketlərin onlar PR kampaniyalarının planlarını öyrəndirlərdir. Məsələn, mən 5 malı bölməyədim, məsələn, hədiyyə məsələn varsa var, onu öyrənir. Onlar məndən daha biraz yaxşı bir kampaniya bir yaratmağa çalışırlar. Başqa fikir bildirmək istəyən var mı bundan var? Yəni, marketing xidməti niyə daha çox vacibdir, zəruridir? Bazarda çünki öz yeri tapmaq üçün, məsələn, bazarda hansısa bir yerlərə, bazardakı tələbatı... Xüsusilə yeni yaradılan, belə deyək, kiçik və orta biznes subyektləri birinci müəyyənləşdirməlidir ki, fəaliyyətə başlamadan öncəki marketing xidməti ilə ki, biz şəhərin bu istiqamətində yeni bir xidmət sahəsi və ticarət köşkü açırıq. Burada bizim məhsulumuza və ya xidmətimizə tələbat varmı və ya yoxdur? Biz onun varlığını, yoxluğunu bilməkdən ötəri hökmən buna bazar araşdırılması, marketing xidməti deyirlər. Bunu aparırıq, bununla məşğul oluruq ki, fərqində olaq ki, bizim məhsulumuza, yenə deyirəm, xidmətimizə ehtiyacın olmadığını müəyyənləşdirir. Və bundan sonra artıq fəaliyyətə başlayan şirkətlər həmən marketinqi ona görə aparırlar ki, müştəri məmnunluğu dediyimiz bir anlayış var da. Müştərilər görək nə dərəcədə bizim xidmətdən, yəni məhsuldan razıdırlar, razı duyurlar. Bugün Azərbaycanda, xüsusilə də iri şirkətlərin bir çoxunda, biz bunu əvvəlki tələblərimiz zamanında qeyd eləmişdik ki, bəzi apteklərə gedirsiniz, görürsünüz ki, apteklərdə satıcının yanında bir vaza qoyulubdur, onun içərisində xırda konfetlər olur, alıcılara təklif edir. Hətta bəzi apteklər var ki, orada alıcılar üçün çay da təklif edirlər, elə qaydalar var. O cümlədən banklarda buna bənzər xidmətlər var bəzi banklarda. Bilirsiniz, çay, su, belə şeylər təklif edirlər ki, müştərilər orada olduqları müddətdə xidmətdən məmnun yesinlər. Yəni, əslində bu birbaşa xidmətin özünə aid deyil. Sadəcə müştərilərdə o müştəri məmnunluğu deyilən siyasətin fəlsəfəsi ondan ibarətdir ki, müştəri daha çox rahat vəziyyətdə, daha çox məmnun bir vəziyyətdə gəlsin və öz xidmətini gördükdən sonra həmən müəssisəni, həmən təşkilatı məmnuncasına tərk eləsin.
Və bir də biz məhsulumuzu tanıtmaqdan ötəri nəyə verdik? Reklamın hansı növləri var? Biri televiziyada, reklamlar, işsü əvvəllər daha çox olurdu. Bir də ki, ona yanına çəkmə olurdu. Televiziyada reklam vermək kiçik və orta sahibkar üçün uyğundurmu? Niyə? Həm büdcəyə görə. Bəli. Televiziya reklamları kifayət qədər bahalı reklamlar. Amma hazırda məncə daha hissələr var. Bugün bəzi televizya platformalar var, Instagram platformalar var ki, onun izləyicisi sayı hər hansı bir televizya kanalından daha çoxdur məncə. var, elə blogerlər var, elə səhifələr var ki, onların kifayət qədər izləyiciləri var və bizim ölkəmizdə də yerli elə səhifələr mövcuddur ki, istər Instagram olsun, istər TikTok olsun, istər Facebook olsun, bu sosial şəbəkələrdə kifayət qədər izləyiciləri var. Kiçik və orta sahibkarlar üçün mən deyərdim ki, hətta elə səhifələrdə reklamın edilməsinin özü də əlavə xərcdir. Ən yaxşı tövsiyə olunan ondan ibarətdir ki, bu müəssisələri işlədən şəxslərin özü və ali üzvlərindən kimsə, həmən tutalım ki, Fatma xanımın təklif elədiyi bizneslə bağlı. Onların özünün səhifəsinin olması daha yaxşıdır. Çünki bugün onların olan məhsullar, biz özümüz də bilən ehtiyac olur, həmən xüsusən hədiyyəli məhsulları internetdən baxanda, xüsusən Instagramda elə səhifələr daha çox populyardır. Sifariş edəndə onlarla birbaşa yazışma ehtiyacı yaranır. Ki, məhsulların çeşidliyi və tam orada görürsən, əlaqə saxlamaq istəyən ki, bu məhsuldan qalımı mən yaxınlaşmalıyım. Və adresi yazırlar, hər kəs şəhəri çox yaxşı tanımır da, soruşur ki, bu nəyə yaxındır, şəhərin hansı tərəfə yaxındır? Yox, məsələn, konum atmaq üçün gərək sənin öz səhifən olsun ki, sənin öz səhifən. Tutalım ki, biz Azərbaycanda şəhərdə deyirəm, X bir səhifə götürür, sizin məhsulunuzu reklam edir. Siz deyirsiniz ki, mən o məhsul almaq istəyirəm, onun konumunu. O da deyir ki, mən onun konumunu bilmirəm. Mən sizə telefon nömrəsi verə bilər, mən deyirəm. Yəni, vasitəli olanda demək istədiyim olur ki, o qədər də rahat deyil. Bu günlərin sosial şəbəkələrin üstünlüyü ondadır ki, hər bir şirkət, hər bir qurum, hətta müxtəlif sənətlər var ki, sən belə deyək, sənət adamları. Onların özünün səhifəsi var. Və bu da normaldır, həm onların PR baxımından, həm onlarla əlaqə saxlayan şəxsin birbaşa onları və ya onların dili ilə desək, onların prodüserlərindən əlaqə saxlaması baxımından bu daha rahat olur. Ona görə də bu gün üçün sosial şəbəkələr həm də kiçik və orta biznesin öz məhsulunu və brendini. Brend nə idi? Məhsula gəl, bir məhsul gələk, bir adı firma deyək də, firma ki, özünü doğrula bilirsə, brend etsin. Yox, brendə çevrilir. Brend arası məhsul ola bilər, məsələn, brend məhsullar paltarın ağzından daha çox olur, bililən brend, məsələn, paltardır deyək, zövqə görə. Brend istənilən bir şirkətin simvoludur. Biz küçədə həmən o simvolu görəndə bilirik ki, tutalım ki, boşqap yanında səngər bıçaq. Sən bilirsən ki, bura yeməkxanadır. Qayçı daraq. Görəndə bilirsən ki, bura bərbərxanadır. Bax, bu brendlər bunlardır və təbii ki, mən onun sadə formasını deyirəm. Orada bəzən elə olur ki, Coca-Cola sözünün özünü yazmışır. Siz bilirsiniz ki, bura Coca-Cola'nın və bəzən avtomobillərin adının yazışı, Mercedes-in ümbilemi. Hər kəs bilir ki, bu Mercedes maşının ümbilemi. Yəni, brendlər bunlardır. Bu baxımdan qeyd elədiyim kimi, sosial şəbəkələr kiçik və orta sahibkarlığın brendlərinin və xidmətlərinin, məhsullarının təbliğ olunması baxımından çox əlverişlidir və hətta mən deyərdim ki, məhz bunun üzərindən bugün getdikcə də dövriyyəsi milyardlarla dolları özündə etibar edən onlayn biznes şəbəkələri yaranır. Bugün dünyada ən böyük biznes auditoriyası Amazondur. Onunla yanaşı son illər bizim ölkəmizdə də paşır Temu.
Trend yolu indi üstəlik bir müddət bundan əvvəl edir Trend yolu. Sonra AliExpress deyilənlər, müxtəlif belə şəbəkələr var ki, Hansı kompaniyaların əsas? söz yox. Yəni, bax, burada söhbət nədən gedir? Həm özünün sosial şəbəkələr üzərindən çox rahat kampaniyasının aparılması, Reklamlar da az. həm də müştəri məmnunluğu. Müştəri məmnunluğu. Buradan teminlə sifariş verirsən, Çindən məhsul Azərbaycanın Uzqar kənd rayonlarından Bakıya gələn vaxtdan daha tez çatır. Xidmətin, təbii ki, o kiçik sahibkarlıq subyektidir, o iri korporasiyadır, böyük biznesdir, amma olsun, söhbət nədən gedir? Həmin o böyük biznesin içərisində ölkəmizdə də var, Amazonda çalışanlar. Dropshop deyilən sahələr var bu biznesin içərisində. Avstraliyada, mən bunu keçən dəfədə əsrəmizin birində demişdim, satılan məhsulu sən Kanadada yaşayan bir vətəndaşa rahatsızlıqla Azərbaycandan alıb sata bilirsən. Yəni, bu öz yerində, amma qeyd edədiyim kimi biz kiçik və orta sahibkarlıqdan gedirsə söhbət, biz həm də öz məhsullarımızı müxtəlif kargo şirkətlər, yəni ölkəmizdə də bu sahə demək olar ki, yaxşı mənada inkişaf edibdir. Bu sizin kartınıza köçürülür, məhsulunuzu sosial şəbəkələr üzərindən, sizin internet səhifəniz üzərindən görür müştəri, hesabınıza pulunuzu köçürür və siz də kargo vasitəsilə o məhsulu göndərsiniz. Nə müştəri gəlir sizin obyektinizi görür, saatlarla vaxt verir, nə də başqa bir siz əlavə çox işçi saxlamışsınız. Bu günlərin, şirkətlərin bir çoxunda xüsusilə bu kimi xidmətləri evdən iş deyirlər. Yeni bir anlayış yaratdı ki, bundan əvvəl insanların o tənbəllik xülyası idi ki, mən nətər evimdən çıxmayırdım, belə bir iş ol iş deyirdim. Bugün, hətta iri şirkətlər var ki, bəzi işçilərdən deyir ki, sən işə gəlmə, otur evinə. Bu, ona həm müəyyən ofis xərclərindən azad edir. Təsəvvürünüzü götürün, bir şirkətin bu boyda bir otağı var, 20 işçisi var. 20 işçi burada işləyə bilər, yer qarşı qalır da, əlavə səsdir, küydür. Amma onun 10 işçisi, üstəndə belə deyək, PR menecerliklə məşğul olan bir şirkətin 10 nəfər işçisi kənarda öz evindən oturub o işi görəndə çox rahatsızlıqla şirkət bu, mən istədiyim vaxtı məşğul olacaq, istədiyim vaxtı məşğul olmayacaq anlamına gəlmir. Bu konkret iş saatları olur və izləmə, bunu məşğul olanlar bilirlər. Hər kəs bilir ki, o müddət ərzində əməkdaşlar işin üstündədir, yoxsa elə boş-boşuna vaxt gedir. Bax, bunların hamısı ona görədir ki, artıq yeni dövr, yeni zaman özü üçün yeni imkanlar yaradır, kiçik və orta sahibkarlıq üçün. Və bugün bizim ölkəmizdə də bayaq adlarını sadaladığım dövlət qurumları, dövlətin maliyyə alətləri bunlar, birbaşa maliyyə vəsaiti ayırmaqla paralel, eyni zamanda həm də gənc sahibkarların təlim görmələri üçün. Bax, əslində bizim görüşümüz, yenə deyirəm, kimsə bu görüş keçirilən təlimlərdən özü üçün bir biznes plan qurmuş olsaydı, necə ki, mən tez-tez buna görə Fatimə xanımdan, Sədə xanımdan çəkirəm ki, onlar bu işdə daha inanlı görünürlər və artıq mən inanıram ki, yaxın zamanlarda biz onların xidmətinin şahidi olacaq. Ən azından sosial şəbəkələr üzərindən, ən yaxın rəfiqələri, tanışları birbaşa bu barədə məlumatlı olacaqlar. Kifayət qədər olan məlumatlar verilir. Bax, adını çəkdiyim KOBİA dediyimiz dövlət qurumu, daha doğrusu qurum ki var, adın açıqlaması da Azərbaycanda kiçik, orta sahibkarlıq inkişaf agentliyi gedir. Onların sahibkarlar üçün bax, belə konferansları var, əməkdaşları var ki, onlar biznes planının hazırlanmasına tövsiyələri verirlər, mentorluq xidmətləri aparırlar, müəyyən hüquqi və mühasibatlıq məsələlərində o yeni sahibkarlığa başlayan fərdlər üçün öz tövsiyələrini verirlər. Bunlar da fərdi təşəbbüsü ilə, xeyriyyə məqsədilə eləmirlər bunu.
Bu dövlətin siyasətidir. Dövlət bunun üçün müvafiq qurum yaradıbdır və o qurumun əmək haqqısını verir, onun digər təminatını həyata keçirir. Məqsəd isə vətəndaşların, xüsusilə sahibkarlıqla məşğul olan vətəndaşların ehtiyaclarını qarşılamaqdır. Və Azərbaycan Sahibkarlıq İnkişaf Fondu qeyd edildiyimiz kimi yenə də vəsaiti verən ayrı-ayrı şəxslərin şəxsi bankları deyil, dövlətdir. Hər il dövlət büdcəsindən bu fonda bəlli məbləğdə vəsait ayrılır və o vəsait il ərzində müvəkkil banklar deyirlər. Yəni o fondun əməkdaşlıq elədiyi banklar vasitəsilə sahibkarlara təqdim olunur. Və sahibkarlar da uzun müddətli aşağı faizli o kreditləri almanla nə edirlər? Ölkədə yeni iş yerlərinin yaranmasına, yerli məhsulların istehsalına öz töhfələrini verirlər. Və bir də dövlətin, bu sadaladığımız dövlət dəstəyi içərisində kiçik və orta sahibkarlığa verdiyi xidmətlərdən biri il ərzində həm ölkəmizdə, həm də dünyanın müxtəlif yerlərində. Tutalım ki, siz bir startup layihə həyata keçirirsiniz, yaşıl texnologiya ilə bağlı və ya kənd təsərrüfatında sahibkarlığın rəqəmsallaşdırılması ilə bağlı. Türkiyədə festival keçirilir, sırf bu mövzu ilə bağlı. Dünyanın müxtəlif ölkələrindən bu sahədə uğurları olan fermerlər, sahibkarlar o tədbirə gəlir. Və siz də gedirsiniz, orada sizdən irəlidə olan texnologiyanı görürsünüz. Sizdən, necə deyirlər, eyni fəaliyyəti verən şirkətlərin daha yeni texnologiyadan necə səmərəli istifadə edilməsi. O birinci əl işlədir, bir ikinci. O da, yox, ola bilər ki, o da ikinci əl işlətmiş olsun. Amma o daha yaxşısı. Amma bizdən öncə olduqlarına görə o sahədə biz o təcrübəni ölkəyə gəlir. Yəni, dövlətin kiçik və orta sahibkarlara verdiyi dəstəklərdən də biri onları ölkəmizdə və dünyada təşkil olunan sərgilərdə, biznes konferanslarda, biznes toplantılarda iştirakını dövlət vəsaiti hesabına təmin etməsidir. Və bir də sizin istehsal edədiyiniz məhsullar ki var, daha strateji, yenə o dövlətin məqsədlərinə uyğun olan məhsullar, elə hər məhsuldan getmiş söhbət. Müəyyən standartlar var ki, o standartlara cavab verən məhsulları Azərbaycan o məhsulların ixracında, yəni üçüncü ölkəyə satışında Made Azərbaycan, yəni dövlət sizin məhsulunuz üzərinə özünün möhrünü vurur ki, bu artıq etibar məsələsidir də. Gedirik bir mağazadan mal alanda onun gerçəkdən Alman məhsulu olub-olmadığını bilmək istəyirik, Yapon məhsulu olub-olmadığını bilmək istəyirik. Ona hardan bildik? Məhsulun götürüb baxanda görür yazı üzərində ki, Made Yaponiya ya Germaniya. Yəni, bu dövlətlərin milli birintiləridir ki, bu da keyfiyyətin nişanı kimi qəbul olunub, başa düşülür. Beləcə, mən istisab edirəm ki, bizim dövlətin dəstəyi və qrantlarla bağlı dünkü mövzumuz burada yekunlaşdıra bilərik. Əlavə suallarınız varsa, bölümlərimdə mən cavablandırmaq istəyirəm. O zaman hər birinizə təşəkkür edirəm. Orada bir çay sürəmiz olacaq. Desəm, çayınızın içində olması. Sağ olun.